Tetricqaro bələdiyyəsində ümumilikdə 84 kəndi əhatə edən kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər davam edir. Proqram çərçivəsində merin birinci müavini Levan Xmaladze özünü idarə etmə üzvləri ilə birlikdə Manqlis qəsəbəsində, Alget və Axasopeli kəndlərində yerli sakinlərlə görüşərək 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan problemlər və prioritetlər barədə əhali ilə müzakirələr apardı. Tetricqaronun 84 kəndinin hər biri üçün müəyyən məbləğ ayrılıb. Biz də kənd əhalisi ilə görüşərək onların fikirlərini öyrənirik. Kəndi narahat edən problemlər haqqında məlumat toplayırıq. Hər kəndin əhalisi həmin kənddə bu il ayrılan məbləğin nəyə xərclənəcəyinə özü qərar verir. Bəli, gələnlərlə görüşdük, təkliflərinə qulaq asdıq. Onlar da kəndi irəli aparmağa çalışırlar. Yerli özünü idarə etmənin əməkdaşları ilə görüşdük. Bizi narahat edən problemləri onlara danışdıq. Ümid edirik həll olunacaq.